Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda təcil olaraq 4 sot torpaqda 3 böyük obyekti, eyni zamanda bir böyük salı, 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən Navesin alt hissəsində yerləşirəm. Navesin alt hissəsinin ölçüsü 9'un 4'dədir. İnci hamamına keçirəm. 2 tonluq su bakı var. Bax, hamamı bu cür gördüyünüz kimi təmirlidir. Sənədi ilkin sənətdir. Bildiyiniz arxiv arayışı var. Bildiyiniz kimi ilkin sənət ilə hal-hazırda ancaq etibarnamə yolu ilə satılır. İnsə bağçasına çıxıram. İstiliksə bir minutkadır. Bağışlayın. Deməli, bax, bağçasıdır. Gördüyünüz kimi kürsülüdür. Badvalı var. Hal-hazırda mən sizə bağçasını göstərim. Yenə təkrar edirəm. Deməli, 3 ədəd obyekt yeri var. Hal-hazırda bir işlək vəziyyətdədir. İnsə evə daxil oluram. Bax, belə bir həyət evinin qiyməti, deməli, 1 zal 3 otaq. Bundan başqa 3 obyekti olan belə bir həyət evinin qiyməti 75 min manatdır. Mənə deyilənə görə qiymətində bir balaca razılaşma olmalıdır. Gördüyünüz kimi təmirlidir. Hal-hazırda mən sizə zalını göstərirəm. Zalın uzunluğu 7, ensə 4 metrdir. Bax, necə görürsünüz, bu cürdə var. İnsə otaqlardan birinə keçirəm. Otaqların ölçüsü 4'ün 5'ədir. Deməli, bu həyət evi Cavadxan qəsəbəsinin, yəni avtozavodda Arifin arsana yaxın bir ərazidə yerləşir. Hal-hazırda otaqlardan birini göstərirəm sizə. İnsə ikinci otağı görmək mümkündür. Bax, belə bir həyət evinin qiyməti 75 min manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. İndi isə yenidən mən sizə zalını göstərirəm. Bax, bu cürdür. Yenə təkrar edirəm. Deməli, Cavadxan qəsəbəsində, yəni avtozavodda 4 sot torpaqda 1 zal 2 otaq. Bundan başqa 3 obyekti olan, bax, belə bir həyət evi satılır. İnsə siz, deməli, mətbəğini görürsünüz. Mətbəğin ölçüsü 4'ün 4'dədir. Yəni, bax, bu cür böyükdür. Bax, belə. Sizlərə uğurlar.